Xırdalanda Milyonçular Məhəlləsi 2-də Kupcalı 2 mərtəbə 4 otaq, amma içi dolu əşyalı. Yəni bir dənə paltarını götürüb gələcəksən. Paltar, yuyanı, televizoru, kondisioneri, A'dan Z'yə hər şey var. Hər şey mövcuddur. Evin bax ehtiyat su çəni, reşotkalar da hamısı vurulub, hazırdır. Evin həyətinə rahatçılıqla maşın daxil olur. Qarşısını heç bir ev kəsmir. Jasmin Park var, tanıyırsınız yəqin ki. Jasmin Parkın binasının düz yanındadır. Yerdən kürsülüdür, gördüyünüz kimi. Daxil olaq evin içərisinə doğru. Bütün əşyalar qalır. Girişdə şkafdır, istilik sistemi, kombidir. Evin həyətini bir daha zəhmət olmasa göstər. Müştərilərimiz baxsın, daha ətraflı məlumatdır. Rahat həyətə maşın daxil olur, biraz cəld hərəkət edir, zəhmət olmasın. Burada kladovkada artıq əşyaları yığmaq üçün bu hissədə. Gəl, burada evin qonaq otağıdır. Nəzərinizə çatdırıram ki, Nəzərinizə çatdırıram ki, əzizləyicilərimiz. Evdə bütün əşyalar qalır. Hər otaqda kondisioner mövcuddur, televizor mövcuddur. Baxın, görürsünüz hər şey. Bir dənə göstər zəhmət olmasa. Hazır köç yaşa bir vəziyyətdədir. Gəl. Birinci və ikinci mərtəbələrin hər birində hamam sanuzel mövcuddur. Bütün aksesuarlar da quraşdırılıb və hazır vəziyyətdədir. Gəl. Evin mətbəxi, pəncərəsinin qarşısı açıq. Evdə kamera sistemi mövcuddur, qazı, aspiratoru, hər şeyi var. Hər şeyi, soyucusuna kimi hazır köç yaşa bir vəziyyətdədir. İndi isə keçirik evin ikinci mərtəbəsində tanış olacaq. İkinci mərtəbədə də olan bütün əşyalar qalacaq. Getdi evin ikinci mərtəbəsinə doğru. Gəl qardaşım, bir dənə də bax burada. Bir dənə də LG-nin kondisioneri buradadır. Göstər. Qalx yuxarıya doğru. Bax, salafanın içində paltar yuyanı. Görsən, gəl bura. Hamam salon üzərində göstər. Gəl. Burada da yerləşir evin yataq otaqlarından biri, yəni uşaq yataq otağıdır. Gördüyünüz kimi mebellər yerləşib hər biri hazır vəziyyətdədir. Burada yerləşir evin ikinci yataq otağı. Burada